Hamıya salam. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır sistem, guru, markets. Şirkət haqqında ümumi məlumatdan başlayaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Sözügedən şirkətin bütün parametrlərini daha ətraflı araşdıra bilərsiniz. İndi biz şirkətin cari fundamental göstəricilərinə baxacağıq. Rəhiyyətəhəm Pharmaceuticals, ticker, Rəhiyyətəhəm. Bu baxış 07 iyun 2025-ci il tarifinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets təşkilat Rəhiyyətəhəm Pharmaceuticals alt kateqoriyaya aiddir. Parma metabolizm müqayisədə 33 təşkilat iştirak edir ki, bu da kifayət qədər reprezentativdir. Videonun sonunda sifariş cədvəlinə baxacağıq. Şirkət üçün nəticə belədir, mənfi 10 baldan 9,5 bal. Alt kateqoriya üzrə orta nəticə mənfi 3,1 baldır. Çox geniş baxsanız, bütövlükdə ABŞ fond bazarı daxilində. Bütövlükdə bütün bazar üzrə orta nəticənin 1,9 bal olduğunu görə bilərsiniz. Mənfi reytinqə qarşı, şirkət üçün 9,5 bal Rəhiyyətəhəm Pharmaceuticals. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə Rəhiyyətəhəm Pharmaceuticals inc və alt kateqoriyalı paylaşımlar. 12 aydır hissləri görürük Rəhiyyətəhəm Pharmaceuticals inc 76,5% dinamika nümayiş etdirib. 42% alt kateqoriyada qiymət dəyişikliklərinin əleyhinədir. Şirkətin bazar kapitallaşması Rəhiyyətəhəm Pharmaceuticals inc 4,33 milyard dollar təşkil edir. Və alt kateqoriyanın bazar kapitallaşması 59 milyard dollardır. Şirkətin balans dəyəri 0,2 milyard dollardır. 11 milyard dollar balans kapitallaşması ilə alt kateqoriya 11 milyard dollar dəyərindədir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Rəhiyyətəhəm Pharmaceuticals inc alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 7,888% təşkil edir. Balans dəyərinin kapitallaşması 0,177% təşkil edir. Alt kateqoriyada şirkətin bazar və balans kapitallaşma payının qiymətləndirilməsi, PIS, mənfi 1 bal. Tədqiq olunan şirkətin 0,259 milyard dollar maliyyə öhdəlikləri var. Borcun balans dəyərinə nisbəti öz kapitalının %1361-idir. Şirkətin borc öhdəlikləri üzrə nəticə çox pis, mənfi 2 bal. Şirkətin səhmlərinin qiymətinin mənfəətinə nisbəti 0-dır. Alt kateqoriyada orta 0. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox pis, mənfi 2 bal. Son 12 ayda mənfəət mənfi 174 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəət məlum deyil. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi, PIS, mənfi 1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 31,7-dir. Alt kateqoriya üzrə orta göstərici 11,1-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə birja dəyərinin gəlir nisbətlərinin qiymətləndirilməsi, PIS, mənfi 1 bal. Son 12 ayda gəlir 140 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Gözlənilən gələcək satış həcmi göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, PIS, mənfi 1 bal. Marginallıq mənfi 127,1%, mənfi alt kateqoriyada orta göstərici 56,6%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi, keçərli, mənfi 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 3,519% təşkil edir.
Bu, bazar kapitallaşma payından 110% azdır. Şirkətin bir işçisinə düşən kapitalın məbləği $15,312 dollardır. Və alt kateqoriya üçün $7,294 Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, keçərli, 0 bal. Bir işçiyə düşən mənfəətin məbləği mənfi $614,500 Alt kateqoriya üzrə orta göstərici ilə mənfi $372,900 Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLED, mənfi 0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri $483,000. Alt kateqoriyada $659,000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi, TOLED, mənfi 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 8,7%, alt kateqoriya üzrə orta hesabla 11,5% təşkil edir. Göstərici rəəsi 14 şirkət üçün %64 səviyyəsini göstərir Rahiyet Pharmaceuticals Inc. Halbuki alt kateqoriya üçün bu səviyyə təxminən 56%dir. Şirkətin faktiki səhmlərinin dəyəri $68,12 civarındadır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $83,43. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır, link bərkidilmiş şərhdədir. Sifariş cədvəli məlumat və arayış sistemi tərəfindən müəyyən bir mövsümdə tamamilə qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır, bağlanmış şərhdə keçid. Səhmlərin təhlilinə əsaslanır Rahiyet Pharmaceuticals. Məlumat və arayış sistemi Guru Markets qərar qəbul edilib. Səhm üçün $68,11 dəyərində eniş açmaq üçün. Sövdələşmə açıqdır, çünki şirkət kifayət qədər aşağı qiymətə malikdir. Şirkətin qiymətləndirilməsi AKİMin indeks qiymətləndirmə yanaşmasından istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 58,42 səviyyəsində müəyyən edilmişdir. Stop loss 77,8 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra 07 iyul 2025-ci il tarixində ticarətin nəticələrinə əsasən sifariş avtomatik olaraq bağlanır. Və ya bu tarixdən əvvəlki son ticarət günündə ticker MDHG əsas alış əməliyyatına çevriləcək. Əsas sövdələşmənin videosu artıq bu kanalda yayımlanıb. Sifarişlərdən biri bağlandıqda baza və ya balanslaşdırıcı. Əks sifariş son qiymətə təyin olunur. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.